Herkese salamlar. Bugün yeni bağlamalarımı açacağıq. Dünən həm Asus'tan, həm də Zara'dan bağlamalarım gəlibdi. Lakin açmamışam. Gözlədim ki, sizinlə birlikdə açım və video çəkeyim. Zara bağlamamızdır. Gəlin birlikdə açaq. Zara'dan 2 ədəd məhsul sifariş eləmişəm. Belə deyim, biri üst geyimidir. Gəlin sizə göstərim. Bu üst geyimini çox bəyənərək almışam. Mağazada geyinib baxmışdım və çox bəyəndim. Çox uzundur, oversize'dır. Bir dəqiqə göstərim. Belə bir trench coat almışam. Bu trench coat uzundur, belə deyim, biləyə qədər və çox oversize'dır. Çox bəyənərək, sevərək aldım. Özümə çox yaraşdırdım. Və rəngi normal trench coatlardan nisbətən açıqdır. Fərqli rəng istəyirdim. Mənim daha öncə Asus'tan 2019'da Londona gedərkən trench coat almışdım özümə. O trench coat da çox cool, çox gözəl trench coat idi və mən onu illərlə geyindim. Artıq bura gələndə dedim ki, gətirməyəcəm, özümə bu dəfə təzə trench coat alacağam. Və bu trench coat'u aldım. Amma buna baxın dostlar. Görürsəndir burada. Zara ləkəli məhsul göndərib. Mən şokdayım. Yəni bu mənim ilk dəfədir başıma gəlir açığı. Və yaxşı ki, belə deyim, bu Bakıda olarkən yox, burada başıma gəlib. Çünki Bakıda bildiyim qədər Türkiyədən sifariş edərkən geriyə qaytarmaq mümkün deyil. Amma burada çox asaddır o məsələlər. Hətta mağazaya gedib yerində dəyişə bilərəm. Çox qəribə, mən bugün bunu aparıb dəyişəcəm. Alarkən tərəddüd eləyirdim ki, onlayn alım yoxsa mağazadan. Çünki mağazada ütülü formadaydı. Fikirləşdim ki, bəlkə onlayn sifariş etsəm qırış gələr. Əslində qırış deyil, amma ləkəli gəlib, gördüyünüz kimi. Nasıl tutayım? Bir də belə bir şalvar sifariş eləmişəm. Bu şalvarı da mağazada görüb bəyəndim. Bu formada uzundur, belə cibləri var. Rəngi, belə deyim, sevdiyim rəngdir, qəhvəyə gördüyünüz kimi. Və düşündüm ki, yayda mən bunu giyinərəm, indirimdə idi bu, səhv eləmirəmsə, 20 euroya düşmüşdü. Trenchi isə 80 euroya aldım, bu yeni sezondur. Əslində bu da yeni sezondur, amma niyəsə indirimə düşmüşdü. Belə, Zara sifarişlərim bu qədər və Asus'tan özümə 2 ədəd, belə deyim, paltar sifariş eləmişəm. İyunda toylar olacaq. Və iyunda Bakıya gedəcəm, bir aylıq Bakıda olacam. Belə deyim, 2 ədəd paltar sifariş eləmişəm, qərar verə bilmədim hansını seçim. Düşündüm ki, sifariş eləyim, yoxluyum, ikisindən birini saxlayaram. Gəlin onlara baxaq. Belə bir ədəd paltardır. Bu formadadır, çiyinləri belə deyim, düşür. Belə bir karseti var. Və qıraqları belə büzməlidir. Bunu məncə belə başa düşmək bir qədər çətindir. Gərək əyində geyinib göstərim. Korset hissəsi çox da şax deyil. Əslində daha çox şax olmağını istəyərdim. Əmin deyiləm bundan. Gəlin digərinə baxaq. Əslində digərini daha çox bəyənib almışdım. Amma düşündüm ki, bəlkə bu da qəşəng olar. Niyəsə ikisini də sifariş elədim. Yəqin ki, bunu geri qaytaracağım. Okey. Bu da əslində korsetli bir paltardır. Və qaradır, gördüyünüz kimi. Amma qara olsa da, üzərində bu formada görürsünüz işləmələri var. Görsənir. Və ətəyi düz uzundur, şifondur. Yerə geyinim baxım. Mən bunu daha çox bəyənmişdim və şəkildə necə idisə eyni gəlib. Və bunun korseti daha şaxdır, daha belə mən istəyən kimidir. Və bu hissəsi də, sinə hissəsi də qupqalıdır. Digəri elə deyildi, digəri çox belə yumuşaq idi. Və burası dəmir olduğu üçün, belə deyim, kip saxlayacaq çox güman ki. Baxın.
Niyə bunu yuxarı qaldırmışam? Bu formadadır. Çox güman ki, bunu saxlayacağım. Digərini geri göndərəcəm. Bunu bəyəndim. Bu qədər. Bu yaxınlarda gələn sifarişlərimi sizinlə də bölüşmək istədim. Belə. Moments later. The next day. Bugün dırnaqlarımı yenilədim. Manikür eləmişəm. Bu formada. Belə qızılı tonlarda, narıncı tonlarda bir lak çəkmişəm. Üzərinə isə belə qızılı tonlarda rəng çəkmişəm. Gəlin sizə də göstərim. Baxın, belə rəngdir. Üzərindən isə belə qızılı zər çəkmişəm və bu formada olub. Mən bu rəngləri çox sevirəm. Ümumiyyətlə, süd rənginin üzərinə də adi bu zəri, qızılı zəri çəkib belə deyim, istifadə etməyi çox sevirəm. Bunu AliExpress-dən almışam. Bunu isə rəfiqəm Bakıdan almışdı. Rəngini özüm seçmişdim. Belə dünən geyli eləmişdim. Biraz çox vaxt aparır deyə. İkisini son zamanlar eyni gündə eləmirəm. Belə deyim, təmizləməyi, daha sonra manikюrü və geli tətbiq eləməyi bir gün eləyirəm. Səhərsi gün isə rəngi tətbiq eləyirəm. Belə olana daha az vaxtımı alır. Formada bu aylıq, belə deyim, ən azı 3 həftəlik manikюrum hazırdır.
The next day. Salam hər kəsə dostlar. Hazırlaşmışam, birazdan çıxacağam. Gedəcəm. Zara'dan aldığım o trenci yenidən alacağım. Onu qaytardım. Online aldığım üçün yerində dəyişmək mümkün olmadı. Mağazaya qaytarmalı idim və daha sonra yenisini almalı idim. Ona görə də indi gedəcəm, mağazaya baxacağam. Ümid edirəm azməni taparam, tapsam alacağam. Bu arada özümə yeni qəhvəyi rəngdə liner və tuş almışam və hal-hazırda üzümdə qəhvəyi rəngdədir liner və tuş. Bilmirəm burada necə görsənir, amma çox bəyəndim. Deyə bilərəm ki, qəhvəyi rəngdəki liner və tuş mənim üzümdə daha belə soft bir görüntü yaradır. Kəskin liner görüntüsü yaratmır. Onu çox sevdim. Gündəlik belə deyim istifadə üçün çox uyğundur. Sizə göstərəcəm indi hansıları almışam. Deməli, liner Maybelline'dən bu Hyper Easy olan lineri almışam. Ucu bu formada çox nazikdir. Mən buradan fokusluyur. Çox nazikdir, çox qəşəngdir. Çox belə incə liner çəkmək mümkündür. Essence-dən bu formada qəhvəyi rəngdə bir tuş almışam. Belə də fırçası bu formadadır. Çox qəşəngdir, bəyənirəm. Və bir də bunu göstərim. Bunu da Maybelline'dən almışdım. Bu qəhvəyi qələmdir. Tattoo, bəli, tattoo liner gedir. Mən bunu üst göz qapağımın iç hissəsinə çəkirəm. Belə deyim, bu üçünü bu günlərim istifadə eləmişəm. Sizinlə də bölüşmək istədim. Mən çox bəyəndim qəhvəyi rəngdə. Həm lineri, həm də tuşu. Və özüm saçlarımı kəsdim dünən. Görürsünüz, biraz qısalıb. Və rəngini açmışam. Bilmirəm, hiss edirsinizsə bu tərəflərdən bir qədər rəngi açılıbdır uclarının. Mən illər əvvəl bir dənə məhsul kəşf eləmişdim. Onda mən universitetdə oxuyurdum. Sizə deyirəm 2010 və sizə danışıram 2013-cü ildən hardasa bu məhsulla belə deyim saçlarımı açmışdım. Bu necə bir şeydir? Yəqin ki, eşitmiş olarsınız artıq. Mən yəni bunu tez-tez kəşf eləyəndə demək olar ətrafımda heç kəs bilmirdi. Saçınızı spreyləyirsiniz. Daha sonra isti hava ilə və yaxud da ployka ilə, düzləşdirici ilə üzərindən keçirsiniz və bu istinin nəticəsində saç tonu açılır. Hətta belə deyim, dəniz qıraqlarında falan da eləyirlər ki, günəşin istisindən rəng açılsın. Və mən də artıq bir ildir ki, etmirdim. İllərdir saçımı onunla belə deyim açmışam. Və həmişə hamı məndən soruşurdu ki, saçınızı harda elətdirmisiniz? Saçınızın rəngi nədir? Mən də həmişə deyirdim ki, özüm eləyirəm. Belə nə qədər adama əslində bu məhsulu tanıtmışdım. İş yoldaşlarıma, qrup yoldaşlarıma və yenidən buradan aldım. Məhsul bu məhsuldur. Mənim illər əvvəl aldığım da ilk John Frieda'dan idi və daha sonra satılmadı, satışdan qaldırıldı həmin məhsul. Başqa alternativ məhsullar çıxdı, amma deyə bilərəm ki, ən yaxşı, belə deyim, sarı tonda açıcı budur. Digərləri daha belə narıncı, qızılı tonlarda eləyir. Başqalarını da istifadə eləmişəm, amma ən qəşəng açan budur. Bir dəfə spreyləmişəm və hər dəfə yuduqca da istəyirəm ki, biraz daha açılır. Hələ ki, bu qədəri mənə kifayətdir. Belə, sizinlə də bölüşmək istədim. Məncə bunu Trendyoldan sifariş eləyə bilərsiniz. Trendyolda mütləq olmalıdır. Mən oradan da almışdım Bakıda olanda. Çox əlverişli məhsuldur. İstəsəniz yoxlaya bilərsiniz. Mochi çıxıb stolun üstünə. Orada nəsə yeməyə çalışırdı. Hə, Mochi? Hə? Hara gedirsən? Mochi'min ayağına baxın. Balamın gözəl ayaqlarına baxın. Dovşan da elə bir pişik deyil. Hə, Mochito? Sən dovşansan yoxsa pişik? Sən mənim məşdanımsan. Mənim gözəl balamsan. Ən məstan pişikdir, ən. Deməli, hazıram, indi çıxacağam. Kurtqamı geyinəcəm. Bugün hava hardasa 10 dərəcədir. Bunu geyinəcəm. Və bu krasovkalarımı giyinəcəm.
Biraz hava sərin olduğu üçün şərf götürdüm. Külək var bugün biraz. Yəni çox da isti deyil. Aldadıcı ola bilir. Üşümək istəmirəm. İndi gedəcəm zooloq işə. Zooloq işdə Zara var. Düzü biraz aralıdadır. Daha çox Gürcüstandan sayılır. Amma orada mağazalar çoxdur. Bir-iki ehtiyacım var, onları alacağım. Daha sonra isə evə gələcəm. Belə. Few moments later. Zara'ya getdim, mağaza tapa bilmədim. Açığı keçən dəfələrim belə deyim, geri qaytarmağa gedəndə mağazaya, orada da görməmişdim. Fikirləşdim ki, yəqin mən tapmadım. Getdim, burada da soruşdum mağazadan ki, bəs mən bu trenchcoat hardan tapa bilərəm? Dedilər, sold out olub. Heç nə, indi təzədən yerək yenə. Amma onlaynda var. Onlayndan sifariş eləyəcəm. Nəysə görəndə gərək alasan. Almırsansa belə qəribə hadisələr baş verir. Nəysə, təki belə hadisələr qəribə olsun. Və H&M-ə girdim. H&M-də bir dənə şalvar yoxlamaq istəyirdim. Sonra fikirləşdim ki, almayım, çünki məndə demək olar eynisi var, almadım. Amma bir dənə kabin var idi, paltar dəyişmə kabini. Gördünüz də necə gözəl idi. Elə bir ki, hansısa bir exhibition-a, muzeyə girmisən. Muzey də dediyim belə digital exhibition. Adətən məsələn Yaponiyada, elə birinin özündə də elə belə deyim sərgilər olur. Otaq çox gözəl idi və heç vaxt o otağa düşə bilməmişdim. Bu dəfə təsadüfən necəsə mənim sıram çatanda boşaldı, yoxladım. Belə çox maraqlı idi. Sizdə də update vermək. Few moments later.
bazar günüdür və yoldaşımın İtalyan dostu ilə qonaq gedirik. Başqa şəhərə köçürlər deyə farewell party edirdilər. Çox maraqlı idi, çoxlu insan var idi. Heç kəsi narahat etməmək üçün çəkiliş etmədim. Belə vloqumuz burada sona çatır. Dəstək üçün videonu bəyənib kanalı izləməyi unutmayın. Növbəti vloqlarda görüşənədək.